Hello guys, bugün sizlerle birlikte listening yox, writing hissəsinə keçəcəyik. Niyə listening yox? Çünki listeningə qulaq asmalısınız və mən bunu burada göstərib bilməyəcəm. Siz sinifdə bunun izahını, yəni listeningə qulaq asıb tapşırıqları müəllimənizlə işləyəcəksiniz. Writing dərsinə keçməzdən əvvəl kanala like atmağı və abunə olmağı unutmayın. Writing. Birinci burada writing tipsimiz var. Yəni writing haqqında bir məlumatımız var. When we write, we follow some steps. Biz nə vaxt ki yazırıq, biz bəzi addımlar ataraq, bu addımları izləyərək yazırıq. Deməli, burada bizə birinci pre-write verir. Pre-write nədir? Pre-write öncədən yazmaqdır. Yəni siz birinci dəftərinizə köçürməzdən əvvəl bunu bir qaramaya və yaxud başqa bir yerə yazırsınız. İndi birinci addım pre-write-də, yəni öncədən yazımda think of as many ideas as you can and write them down. Neçə dənə ideyalar yəni düşünə bilirsinizsə, nə qədər varsa hamısını yazın. You can make a verb. Yəni burada istəsəz, siz word verb, yəni bir neçə sözlərdən istifadə edəcəyi sözləri də yazıb, sonradan həmin sözləri istifadə edərək yaza bilərsiniz. Organize your ideas, decide what goes in the topic, body and closing sentences. Deməli, öz fikirlərinizi, ideyalarınızı düzənləyin, düzəldin və bir topikinizə hansı ideyanın gələcəyini tapın. Yəni sizin seçəcəyiniz məzmunla düzgüncədən ideyanı tapıb, body and closing sentences quracaqsınız. Yəni əsas hissəni və sonuncu nəhayətcə o gəlir nəhayətcə belə. Həmin o cümləni də həmin ideyaya uyğun tapacaqsınız. Sonra draft var. Draft öncədən yazmadan sonra düşür deməli taslaqlar hazırlayırsınızsa, həmin o öncədən yazmadan sonra həmin o dəftərinizə köçürdürsünüz və o həmin taslaq adlanır. Sonra revise. Revise isə gözdən keçirirsiniz. Bir səhviniz varsa onları düzəldirsiniz. Edit. Editi yəqin ki özünüz də bilirsiniz. Editləyirsiniz. Yəni düzənləmə eləyirsiniz. Həmin o köçürdəndən sonra baxdıqsa nəsə səhviniz falan var, revise elədiniz. Ondan sonra editləyirsiniz. Yəni səhvləriniz varsa onları düzəldirsiniz. Sonra da publish. Publish isə artıq məsəl üçün kimə göstərəcəksinizsə göstərə bilərsiniz. Yəni məsəl üçün essay yazırsınız, müəllimənizə artıq bu 4 dənə hissədən sonra müəllimənizə publish edib göstərə bilərsiniz. Deməli, hansı hissələr oldu bir dəfə də gözdən keçirək. Pre-write, öncədən yazma. Draft, taslaq, yəni dəftərini köçürmə. Revise, yenidən gözdən keçirmə. Edit, düzənləmək. Publish, insanlara göstərmək. Yayınlamaq, belə deyək. Şimdi, look at the word map and add your ideas to it. Deməli, burada nə edirsiniz? Burada deyir ki, yəni buradakı söz xəritələrinə baxın və yəni belə göstərim. Söz xəritələrinə baxın və öz fikirlərinizi əlavə edin. Belə. A birthday present for my classmate. Deməli, mənim dostum, yəni sinif yoldaşımın ad günü üçün hədiyyə. A ball, he plays football. Handmade gifts, I can prepare one. A pet, he is very kind to animals. T-shirt, he likes colorful t-shirts. Books, he likes reading storybooks. Deməli, indi burada bir top, o futbol oynamağı sevir. Handmade gifts, I can prepare one. Mən əldə hazırlanan hədiyyələr, mən onlardan birini eləyə bilərəm. A pet, bir ev heyvanı, he is very kind to animals. Deməli, bir ev heyvanı, o heyvanlara çox necə deyim? Yəni mehribandır da, heyvanlara mehriban davranır. T-shirt, he likes colorful t-shirts. Bir qolqsa köynək, o rəngli t-shirtləri sevir. Books, he likes reading storybooks. Kitablar, o nağıl kitabları oxumağı sevir. Hekayə kitabları oxumağı sevir. İndi biz də bura öz fikrimizi 3 dənə fikir əlavə eləməliyik. Ən azı 3 dənə fikir. İndi mən fikirləri düşünüb gəlib bura yazacağam. Okay. So first is a cake. He likes eating cake. Bir tort, o tort yemeyi sevir. Accessories, he likes using them. Aksesuarlar, o aksesuar işletmeyi sevir. A football card, he collects a football card. Bir futbol kartı, o futbol kartı işletmeyi, yəni futbol kartı yığır. Yəni bizə deyil, kolleksiyası var. Complete the sentences about the ideas in task 1 with your own words.
Deməli, cümlələri öz tapşırıq 1-dəki ideyalarla, yəni ideyaları yaz və öz sözlərini işlət. Okay, guys. Buying a bowl is a good idea because let me just change color. Because he already has lots of. Deməli, bir top almaq yaxşı bir ideya deyil, çünki onun çoxu var. Yəni belə deyə bilərik. He has lots of books, so he don't need another one. Onun çoxlu kitabları var. Yəni o artıq birinə ehtiyacı yoxdur. I don't know his size, so I can't buy a t-shirt. Mən onun yəni biz nə deyirik? Size ölçüsünü bilmirəm. Yəni S geyinir, M geyinir bilmirəm. Ona görə ona t-shirt ala bilmərəm. Okay, burada indi bizə topic sentence, bari closing sentenceləri veribdi bu hissədə və biz də burada həmin buna görə biz bunu tamamlamalıyıq, amma buradakı mənalarda fikir verməliyik. İndi I should buy handmade gifts. Handmade gifts are belə oynayacağım. I should buy books. Handmade gifts are also perfect. İndi burada niye books verdiğin şey ya, handmade gifts yok? Çünkü deyir ki ikinci cümlede handmade gifts are also. Onlar da, buradakı dadəyə görə biz burada birinci cümlədə handmade gifts verə bilməzdik. Yəni belə olacaq cümlə mənası. Mən məncə hazır hədiyyələr, yəni əl düzəldilmiş hədiyyələri, əl işləri hədiyyəsi verməliyəm. Amma əl işi hədiyyələr də qəşəngdir. Yəni belə mənə uyğun olmadığı üçün books işlətməliyik. Handmade gifts are also perfect because deməli əl işi hədiyyələr də çox mükəmməldir. Çünki handmade gifts are also perfect because it's obvious how much torment you have suffered. Deməli bu birinci cümlənin mənasını tərcüməsini verin. Onlardan deyim. Çünki sənin nə qədər əziyyət çəkdiyin bəlli olur. I will choose stars because stars. Okay. Əl işi hədiyyələrini seçəcəm. Çünki elə buradakı çünkinin mənasındadır. Sənin nə qədər əziyyət çəkdiyin bilinir. İndi burada A. Follow the instructions. Brainstorm your ideas about the question. Make a world map. Deməli, buradakı A variantında deyil ki, birinci burada elənildiyi kimi, yəni burada elədiyimiz kimi fərqli bir formada sənin sevimli aktiviten kimi eləyəcəyik. Make a world map. What is your favorite free time activity? Sənin ən sevdiyin, boş vaxtında elədiyin aktiviten nədir? First, playing volleyball, I will say. Voleybol oynamaq. Məsəl üçün deyə bilərik ki, playing volleyball, it makes me tall. Voleybol oynamaq, o məni uca edir, yəni ucalır. Listening music, maybe you can say, it makes me feel relaxed. Like that, it makes me feel relaxed. Reading book, I feel myself in the book, and I forgot how times go. Deməli, mən kitab oxumaq, mən özümü kitabın içində kimi hiss edirəm və vaxtın necə keçdiyini heç unuduram, yəni heç hiss elə bilmirəm belə. Skiing with your friends, it is so much fun. Dostlarımla xizək sürmək, bu çox əyləncəlidir. Və tapşırıq 5-də suallara cavab verməkdir. Bu da asan bir tapşırıqdır, özünüz yerinə yetirə bilərsiniz. Yenidən deyirəm, kanala abunə olub, like atmağı unutmayın. Bye.